Dostlar və dəyərli həmvətənlərim, can Azərbaycanım. Deməli, öncəliklə onu deyim ki, İlham Əliyev dirənibdir. Bütün hər tərəfə baş vurur, hər cürə şərəfsizliyə əl atır, hakimiyyətdə qalsın, hakimiyyətini uzatsın. Amma mümkün olmayacaq. İndi siz də baxdınız Avropa, Albaniya səfərinə, dediniz, əcaba, hani bu İlham Əliyev və Ursula von der Leyen xanım üzünə gül daxı, elə daxı. Burada ən ağır cinayətkarın üzünə də polis gülür, nə olsun ki? Bəs Avropa hakimdir, hakim. Görmüsünüz, məhkəmə əsəbləşə, o əsəbləşən məhkəmə hakim ağılsız hakimdir. Və deyilən vətənlərim, Avropa, Albaniya, Tiranaya İlham Əliyev gəldi. Birincisi, necə gəldi? Necə gəldi? Erdoğanın xahişi ilə. Erdoğan xahiş elədi, dəvət aldı, gətirdi Erdoğan. Üstəlik də Ursula von der Leyen xanımla görüşməsini Erdoğan xahiş elədi. Erdoğan. Və deyilən vətənlərim, dəyərli soydaşlarım, İlk öncə Azərbaycan kanalları hamısı nə yaydı, o göstərəcəm sizə. Birazdan göstərəcəm sizə dəyərli həmvətənlərim. Azərbaycan kanalları baxaq. Ərəstun Oruçlu adlı bir devi, mən buna başqa cür ifadə edə bilmirəm. Baxın, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Baxın, xahiş edirəm sizlərdən. Hamınız mən deyənləri kəsin, görün, detalları. Ay kişi, ay qardaş, ay bacıoğlu, ay əmioğlu, ay qardaş, atam, əmim, dayım, bibim. Mən hər şeyi sübutdan deyirəm. Yenə deyirəm, bu xalq Əli Kərimli kimi, Quba Dibadoğlu kimi siyasi danışıqlardan bezibdir. Siyasətdən iyrənir bu xalq. Bu xalq ancaq xalqın dilinlə danışanı sevir və tam şəkildə xalqdan irtibatda açıq şəkildə olanı sevir. Bu xalq kimin mədəsindən, kimin ürəyindən, kimin beynindən nə keçir onu bilirsə bu xalq onu sevir. Daha artıq atasını tanımayanların prezident seçilməsi devranı bitdi. Nə Elçi bəyin atasını tanıdınız, nə İlhamın gerçək atasını tanıdınız, nə Heydərin gerçək atasını tanıdınız, nə Vəzirovun, nə Nəblim Ayazın, nə Mayazın, nə o birisini. Deyilən vətənlərim, 7 dönəm arxamı açıb tökəcəyəm. Kimsədən bir cümlə komanda almıram. Kimsədən bir cümlə. Kimsənin yolunu getmirəm, amma Məmməd Əmin yoluymuş, nə bilim Elçi bəy yoluymuş, qoca bəylər, qoca babalar, nə bilim ulu qurucu babalar. Kimsənin yolunu getmir. Devlətimizi bəli Məmməd Əmin Rəsulada qurubdur. Buna görə ona minnətdarıq. Ulu öndərimiz varsa da, yoxdursa da bir dənə odur. Qalanı ulu ördəkdir. Və mən öz yolumu gedirəm. Demokratiya yolu gedirəm. Və indiyə kimi bu qədər məni izləyirsiniz. Nələr qərarlar deyirəm, nələr eləyəcəm, hamısı yeni fikirlər, yeni düşüncələr, yeni ideyalardır. Kimlənsə kopya çəkəndə öylənmə. Lider öz beyninin məhsulunu qoymalıdır ortaya. Lider irəlini yaxşı görməlidir. Lider itirəcəyini yox, qazanacağını düşünməlidir. Liderin arvadını da zorlayarlar, özünü də zorlayarlar, uşağını da öldürərlər, ailəsini də yandırarlar, qohumunu da, nəslini də qırarlar. Amma liderin qazanacağı adının tarixə qızıl, heç olmasa qırmızı hərflərlə yazılmasıdır. Qara hərflərlə yox. Baxın ha, birinci nədən başlayaq? Birinci xəbərim. Subutlarla danışıram, ay qadan alın, mən yalan danışmıram. Baku vs. kimin kanalıdır? Eşitmirəm. Baku vs. Ofisial, yəni Baku TV kimin kanalıdır? Baxın, saytlardır, hamısı saytlar.
Saytı var, kanalı var, YouTube'u var, her şey, her bok olur da. Bakın, ala. Ala bakın, ne yazıb? Birinci, hansı kanaldır dostlar? İlham Əliyevin kanalı delə. Ən xod gedən 2 saytdan biri deləm İlham Əliyevin. Baxın, nə yazır? Paşinyanın İlham Əliyevlə kofe içmək arzusu baş tutmadı. Oxuyabilirsinizmi? Paşinyanın İlham Əliyevlə kofe içmək arzusu baş tutmadı. Tirana'da Avropa Şurası Birliği 6. zirvə toplantısında açış mərasimində Paşinyan İlham Əliyevə kofe içmək təklif etdi. Amma İlham Əliyev Paşinyanla kofe içməkdən imtina elədi. Amma indi gəlin, görürsünüz kopyalamış amma hamısını siliblər. Hamısını siliblər. İndi gəlin Avropa mediasını göstərim. Ala. Ala, Avropa mediasının. Daha sonra Avropa mediası. Ala. Baxın. Günün fotosu. Paşinyanla İlham Əliyev baba təzdən kopyalayıb bunu paylaşırlar. Baba. Aha. Paşinyanla İlham Əliyev kofe içir. Baba dostlar. Təzdən kopyalayıb dünya mətbuatından bunu təzdən paylaşırlar. Ala baxın. O belə göstərim də. Ala baxın dostlar. Baxın. Paşinyanla Paşinyanla İlham Əliyev kofe içir. Baxın da mən yalan demirəm ki, baxın. Dünya mətbuatı yayımlayandan sonra bütün o Müzəffər İlham Əliyev kofe içməkdən belə imtina elədi. Düşmənçiliyi sürdürür. Hamısı sildi. Hamısı sildi. Gördünüzmü? Deməli, Azərbaycan mediası bundandır. Yəni İlham Əliyevin mediası. Keçdik dalından. Dalından keçəyimi xəbərlərimizə. Dəyərli vətənlər. Deməli, bildiyiniz kimi dostlar, dəyərli vətənlərim, İlham Əliyevi Azərbaycan televiziyalarında İlham Əliyevi göstərirlər görüşdən. Ancaq İlham Əliyevin səssiz kadrlarını göstərirlər. Niyə? Bax, deyirəm ha. Nadir bir və ya 2 senzuradan keçən kadrdan başqa bütün Avropa mediasının çəkdiyi heç bir kadrı göstərməyə icazə yoxdur. Niyə? Çünki orada İlham Əliyev daha yazıq viddə düşüb. Çünki orada İlham Əliyev ancaq xahiş eləyir, İlham Əliyev yalvarır. Yalvarışlar, xahişlər, səslər var. Bundan başqa, dəyərli vətənlərim, hətta Azərbaycanın müzəffər, yumruq, nə bilim nə, dünya lideri, o biri prezidentlər bundan qorxurmuş. Belə dediyi İlham Əliyev, hətta İTV-nin çəkdiyi kadrlarda belə necə yazıq durduğunu görmüsünüzmü? Görmüsünüzmü? Gəlin göstərində nə? Ağa, bax, qadan alım, ay başına dönüm, ay, saqqalım yoxdur, sözüm ötmür. Ancaq, dəyərli insanlar saqqalaza da baxmır. Başına dönüm, gəl bax, mən sizə göstərim indi İlham Əliyevin İngiltərənin baş nazirinin qabağında farağatda durduğunu göstərim. Ala baxın. Starmer, yəni, ala baxın. İngiltərənin baş nazirinin qabağında əsas duruşda durub. Baxın İlham Əliyev, baxın. Yazıqsan sən. Baxın, dəyərli vətənlər. İlham Əliyev hamının sinəsinə dədəsinin şəklini yapışdırır. Özü niyə Avropaya gedəndə dədəsinin şəklini yapışdırmır? Yəni 55 illik rejimi bilinəcək eləmi? Baxın, dəyərli vətənlər. Baxın, bir prezident, dünya lideri əsas duruşda durub. Bax. Baba, yazıq. O Maladoy saldatçı. O necə Əzazil komandirin qabağında durur. Bax, İlham Əliyev əsas duruşda durub. Britaniya baş nazirin qabağında. Yəni, dəyərli vətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev dirənib, İlham Əliyev hakimiyyətdən getmək istəmir, İlham Əliyev bütün vasitələrə əl atır, kraliyyətliyini elan edir. 55 illikdən o yana artıq Putin də gedirsə, ya İlham Əliyev kral olaraq qala bilər, varisi ötürə bilər, ya da bunun başqa alternativi yoxdur. Deməli, dostlar, dəyərli vətənlərim, keçək xəbərlərimizə. Nədir o? Yalıncığın, o Koroğlunun dəlləri olur, Dəmirçioğlunun Ərzurum səfəri, nə bilim, falan, nə bilim, Yalıncığın nə səfəri. Bax, indi də İlham Əliyevin bu yaramazın, müzəffərin, yaramaz dırnaq arası müzəffərin
Albaniya səfərindən danışaq. Əziz vətənlərim, dəyərli soydaqlarım, bir, İlham Əliyev kimlərlə, hansı ölkələrin liderlərinin özəl görüşməyə, ay qardaş, ağlınızı verməyin, Fransa Makron bellədi, bax, Makron Erdoğana bellir, bax, Erdoğana. Səninki deyir oradadır. Makron, Fransa prezidenti İlham Əliyev mırt tutur. İlham Əliyev də mırt tutur. Belə deyir, bax, Erdoğana. O da bax, səninki oradadır. Səninki. O adamın itinə deyirlər, sənin itin oradadır. Biraz da ayıb şeydən deyirlər. Səninki oradadır. Bir müstəqil ölkənin başçısına belə deyərlər, səninki oradadır. İndi Putin olsa deyəcəkdir, Putin səninki oradadır. Yəni, sual ortaya çıxır. Birinci dəyərli vətənlərim, orada, stolda oturanda hamı bir-birindən tokalaşır da, salamlaşır. O heç. Orada hamı bir-birindən. Amma İlham Əliyevdən özəl görüş heç kim istəmədi. İlham Əliyev dışlanmış vəziyyətdə qaldı. İlham Əliyevin yanında özü kimi yaramaz Viktor Orban'dan başqa, Macaristan prezidenti Putin adamından başqa İlhamın yanında heç kim durmadı, durmurdu, ham İlhamdan qaçırdı. Birinci, İlham Əliyev ən israrla istədi ki, Fransa prezidenti Macron'dan həmi Fransaya devlət səfərinə dəvət edilməsini xahiş elədi. Həmi də orada özəl görüş xahiş elədi. Macron, baxmayaraq ki, bir əlini uzadır. İlham iki əlini belə uzadır. O da belə vurur. Mırtdaşırlar. İlham Əliyevdən mırtdaşırlar. Amma heç kim İlham Əliyevdən İlham Əliyevdən özəl kabinetdə, yəni özəl otururlar da görüşmədi. Heç kim görüşmədi. Çünki Avropa liderləri bilir ki, İlham Əliyevin sonudur. Avropa liderləri bilir ki, İlham Əliyev Putinin yamyamıdır, maşasıdır. Avropa liderləri bilir ki, görüş istəyəcək İlham Əliyev özəl otaqda, özəl kamerada. Amma hər yerdə bir səs yayıla bilər, hər yerdə bir mikrofon ola bilər, hər yerdə jurnalist çəkəcək. Ona görə İlham Əliyev də özəl xahiş eləyəcək. Bu da qəbul eləmək iqtidarında deyil, qəbul edə bilməyəcək. İspaniya ilə görüşmək istədi, qəbul etmədi İlham Əliyev. Ukrayna prezidenti Zelenski ilə görüşmək istədi, qəbul etmədi. Mən dəqiq bilirəm, qardaş sizə. Sonu da deyəcəm, bir saat görüşün bitməsinə bugün bir saat qalana qədər xəbərləri mən deyirəm. Ondan sonra da ya indi deyəcəyəm, ya sabah deyəcəyəm. İndi baxaq. Deməli, heç bir prezident İlham Əliyevlə görüşmədi. Özəl görüş keçirmədi. Heç bir Avropa lideri İlham Əliyevə dəvət vermədi. Heç bir Avropa lideri Orban'dan başqa İlham Əliyevin yanında durmaq istəmədi. Ya yanında oturmaq istəmədi. Birisi durub şəkil çəkdirirlər, otururlar iclasda. Yanında oturmaq istəmədi. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, deməli, indi sizə görün nə deyəcəm. Ən dəhşətli faciə nə idi, bilirsinizmi? Ən dəhşətli faciə. Mən şəxsən birbaşa durmazdım da, mənə elə sayğısızlıq olsa durmazdım. Adama deyirlər, qırmızı pişik kimi, nəcəzsən orada. Baxın dostlar, İlham Əliyev günorta nahar yeməyində dünya liderləri, Fransa prezidenti, İspaniya, Britaniya, nə bilim, Almaniya, İtaliya, hamısı oturub bir zalda çörək yiyir də, zalda, stollarda çörək, zalda çörək yiyir. Avropa ölkələri liderləri, müttəfiq liderlər çörək yiyir. İlham Əliyev ora girmək istəyəndə İlhamı buraxmadılar. Vay. Paşinyanı buraxdılar. İlham Əliyev Putinin sukasıdır deyə İlhamı buraxmadılar. Və İlham Əliyevi buraxmadılar. Kimsə yanında durmaq istəmir. Kimsə yanında şəkil çəkdirmək istəmir. O obşur düzülürləri prezidentlər. Yanında oturmaq istəmir bir Orban'dan başqa. Bundan əlavə
Bundan əlavə, zaten Orbanla da kimsə tokalaşmaq istəmir. Orban da bilirsiniz də kimdir. Putin adamı deyil, ikisi bir taylı dövüşən kimi bir-birinin yanında dururdu İlham Əliyev. İndi baxın ha, əsas məsələyə baxın. İlham Əliyev girir çörək yeməyə girmək istəyir. Bir neçə zaldır, bir neçə zallarda, stollardır. Dünya liderləri deyəndə bu Avropa liderləri. Paşinyan oturur ora, Paşinyanı qoyurlar. Baxın ha millət, and olsun Allaha deyirəm. Paşinyanı qoyurlar yanlarında çörək yeməyə, süfrələrinə. İlham Əliyevi qoymurlar, qapıdan qaytarırlar. Və İlham Əliyev tək çörək yemək məcburiyyətində qalır, tək çörək yemək məcburiyyətində. Albaniyanın baş naziri baxır ki, bu tək yiyəcək, ayıbdır, qonaqdır, prezidentdir də nə qədər olması, ayıbdır. Hamı bunu dışladı. Zaten Albaniyanın baş naziri də Albaniya elə bir Avropanın ən geridə qalmış ölkəsidir. Yəni, necə deyim, ən zəif, ən geridə qalmış ölkəsidir. Necə ki, İlham Əliyev postsovet məkanının, baxmayaraq neftimiz, qazımız var, ən zəif, ən cılız, ən rezil durumda olan, ən prezidenti də çumo, xalqı da belə sınmış, belə bir vəziyyətdə, elə bir ki, Avropanın da Albaniyadır da. Baxın dəyərləmədə, axırda İlham Əliyev Ermənistanın prezidentini belə buraxırlar Avropa liderlərindən çörək yeməyə. İlhamı qapıdan qaytarırlar, buraxmırlar həmən zala buraxmırlar. Və İlham Əliyev bunu görür Avropa, bunu görür, məruzə edirlər. Dərhal Albaniya baş naziri Edi Ramaya və Edi Rama İlham Əliyevi qırmamaq üçün qonaqdır da nə qədər olmasa. Tək qalıbdı orada, məcbur olur Edi Rama özünlə yedizdirir, özünlə çörək yiyir. Baxın ha, dəyərli vətənəm, məcbur olur İlham Əliyevdən o çörək yiyir, baxın. Hökumət kanallarda yayır ki, hökumət kanalları. Ay, nə deməzsən, qonaq ölkən, yəni nədir o, nətər deyirlər o, Albaniyada olursa, ölkənin Albaniyanın, belə nətər deyim o, tədbirin keçiriləcəyi ölkənin lideri, ancaq İlham Əliyevdən çörək yiyir, nə Almaniya kansleri, nə bilim, Britaniya, nə bilim Fransa, ancaq İlham Əliyevdən çörək yiyir, heç kimən çörək yemədi. Belə obraz yaradırlar. Amma halbuki demirlər ki, Paşinyan belə dünya liderlərindən yemək yeməyə buraxıldı, amma İlham Əliyevi buraxmadılar və qırılmaması, pisikməməsi üçün, baxın, İlham Əliyev pisikməsin deyə və Edi Rama Albaniyanın baş naziri yedi, baxın, Edi Rama, baxın, baxın da, indi gedin o Avropa liderlərin yemək yeməyinə baxın. Paşinyan orada yemək yiyir. Və İlham Əliyev niyə yemək yiyir? İlham Əliyevə Albaniya lazım idi, Edi Rama lazım idi, yoxsa Macron, yoxsa Steinmeier, o İngiltərənin başbakanı, yoxsa Almaniyanın təzə gələn, Friedrich Merz, əjdaha, hansı lazım idi? Qadan alın. İlham Əliyev ölüb, 3 dəfə qaldırıb qoymaq lazımdır, bir də fatihəsini vermək lazımdır. Rəzalət davam edir. Rəzillikdən yenə danışım. Yenə daha bir rəzillikdən danışım Avropada. Daha bir rəzillikdən danışacağam mən. Deməli, dəyərli vətənlərim, dediyim kimi Erdoğanın xahişi ilə ora dəvət edirlər İlhamı, özümüzdən qaçırmayaq, bəlkə qol çəkdi sülhə, bəlkə razılaşdı sülhə, qaçırmayaq İlham Əliyevi. Və dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bircə dəqiqə. Bircə dəqiqə. Özü yaxşı apar da, özü yaxşı apar. Nə var ki burada? Deməli, dəyərli vətənlərim, dəyərli soydaşlarım, daha bir rəzalət. Bildiyiniz kimi yenə təkrar edirəm, təkrarı sevmirəm, amma təkrar biliyin anasıdır. Erdoğanın xahişi ilə
dəvət alan Erdoğanın xahişi ilə Aşpa lideri Ursula von der Leyen xanımla görüşən İlham Əliyev heç nəyə nail olmadı. Gəlin baxaq. Öncə Avropa Şurası Parlamenti Asambleyasının sədri gülə-gülə görüşdü. Bunlar hamıya gülə-gülə görüşür. Cinayətkarla da gülə-gülə görüşürlər. Gülə-gülə görüşüb salam verdi və İlham Əliyev ondan xahiş elədi. Xahiş elədi. Biz təkrar Aşpaya qayıtmaq istəyirik. Və Ursula von der Leyen xanım dedi ki, Avropa Şurasının öhdəliklərini yerinə yetirin. Əlbəttə, biz sizi sevə-sevə qəbul eləyərik. O da nə deməkdir? Sülhə qol çəkmək. Birinci, sülhə qol çəkmək. İkinci, siyasi məhbusları azad eləmək. Üçüncü, sərbəst toplaşma azadlığını təmin eləmək. Dördüncü, Avropa məhkəməsinin qərarlarını dərhal qeyri-şərtsiz icra eləmək. Beşinci və s. Bir neçə bu kimi şərtləri yerinə yetirir. Əlbəttə, bunları da yerinə yetirmək İlham Əliyevin sonu deməkdir. Bu mümkün olan şey deyil. Əzəmədələrim, Ursula von der Leyen xanımdan xahiş eləyən İlham Əliyevin tık ağzı daşa dəydi. İndi nə etmək lazımdır? Ən əsas Azərbaycanın, Əliyevin qürurum dediyi, namusum, şərəfim dediyi Zəngəzur gəmisini sanksiyadan çıxartmaq lazım idi, almaq lazım idi və yenə də Erdoğan girir devrəyəyə. İngiltərənin başbakanına deyir ki, gör nə deyir. İlham Əliyev gör nə deyir və xahiş eləyəcək. O da deyir, qulaq asaram. Usta, heç kim İlham Əliyevdən oturub normal görüş istəməyibdir, icazə verməyib. Usta, bütün söhbətlər usta. Deyib ki, bizim belə-belə də Zəngəzur xüsusilə bizim bizim üçün önəmli bir məsələdir. O gəmi məsələsi. Mən onun açılışında olmuşam, ayıbdır, prezidentəm. Onu mümkünsə sanksiyalar götürüb o gəmini təkrar bizə verərdiniz. Və nə deyib Steinmeier? Deyib ki, deməli, baş nazirin adı Steinmeier, Almanca Mayer, belə deyək. Deyib ki, mən xahiş qəbul eləyənmərəm. Bizim ölkə demokratik ölkədir. Parlament qərar verməlidir. Yəni, o İngiltərənin parlamenti də qərar verməlidir. Müzakirəyə çıxarılmalıdır, qərar verməlidir. Mən belə deməkdən azad eləmək ixtiyarım yoxdur. Biz hüquqi devlətik, parlament ölkəsidir, belə deyək. Deməli, bu kimi qərarlar dedi parlamentdə müzakirə olun. Yəni, qısacası vızqırt buradan. Baxın, qısacası o demək idi ki, vızqırt başımdan. Qutardı getdi. Əziz həmvətənlərim, dəyərli soydaşlarım. Yəni, birbaşa rəzalət, birbaşa dəhşət, birbaşa rəzalət, dostlar, sözün əsl mənasında biabırçılıqdır, dostlar. Əliyev deməli bu İspaniya baş nazirindən də israr elədi, dəvət ala, görüşə, o da alınmadı. Eləcə də Zelenski ümumiyyətcə rədd elədi. Zelenski ümumiyyətcə İlhamı açıqca rədd elədi. Deməli, dəyərli həmvətənlərim, bu yeməkdə xüsusilə İlham Əliyev çox pisikdir. İspaniya Başbakanı Pedro Sanchez'dən görüş istədi, ayaqüstü görüş istədi, o da qəbul eləmədi. Və sizin İlham Əliyevin nə səfəridir? Albaniya səfəri, Albaniya. Rəzalət, kəpazə,